Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 39-u izah edəcəm. Ətraf mühit necə çirklənir? İş vərəqi 1. Bizim hərəkətlərimiz çirklənməyə səbəb olur. Səhifə 58 və 59. Gəlin birinci tapşırığa baxaq. Cədvəldə çirklənmə növləri verilmişdir. Hansı sətirlərdə bütün çirklənmə növləri düzgün göstərilmişdir? Doğru cavabı işarələyin. Baxırıq, torpaq məişət tullantılarına görə çirklənir. Bu doğrudur. Su, tankerlərin qəzası ilə nəticələnən neft sızması. Bu da doğrudur. Hava, nəqliyyat vasitələrinin tüstüsü. Bu da doğrudur. Ona görə də burada bu sətirdə göstərilmiş bütün cavablar doğru olduğuna görə bunu işarələyirik. Sonra sənayedə zərərli qazların sərbəst buraxılması torpağa aiddir. Su, tikinti işləri zamanı yaranan səs-küy. Bu suya aid deyil. Çaylara axıdılan tullantılar. Bu isə havaya aid deyil. Ona görə də bu səhv variantdır. Torpaq çirklənmiş məişət sularının su hövzələrinə axıdılması. Bu torpağa aid deyil. Vulkan püskürməsi suya aid deyil. Tullantıların su hövzələrinə atılması da havaya aid deyil. Ona görə bu da yanlışdır. Torpaq, süni gübrələrin həddən artıq istifadəsi. Bu doğrudur. Fabriklərdən axıdılan zərərli kimyəvi maddələr. Bu suya aiddir, düzdür. Yandırılan tullantılar. Bu da havanın çirklənməsinə səbəb oluna görə doğrudur. Və iki variantımız düzgündür. Birinci və axırıncı. İkinci tapşırıq. Şəkillərə əsasən insan fəaliyyətini müəyyən edin və fəaliyyətin nəticəsini yazın. İnsan fəaliyyəti, məişətdə istifadə olunan suların çaya və gölə axıdılması təsvir olunub. Nəticəsi də su hövzələrinin çirklənməsi, su canlılarının məhv olması və içməli su çatışmazlığı baş verəcək. İkinci şəklə baxırıq. Burada insan fəaliyyəti, ağacların kəsilməsi göstərilibdir. Nəticədə də təbiət məhv olacaq, heyvanların yaşayış mühiti yox olacaq və hava çirklənəcək. Üçüncü şəkildə isə çoxlu tullantıların ətrafa yayılması təsvir olunubdur. Nəticədə də ətraf mühit çirklənəcək, torpağın və suyun zərər görməsi baş verəcək və canlıların sağlamlığına ziyan dəyəcək. Bugünkü dərsimizdən bu qədər dostlar, hələlik.